Değerli Azərbaycan xalqı, hörmətli Şişli Kənd əhalisi, Nurlu Səhər TV kanalının izləyiciləri, əvvəla hər birinizi salamlayıram. Bilirik ki, bugün bizim Azərbaycan xalqının ən gözəl bayramlarından biri Novruz bayramının ilk çərşənbəsidir. Zaman su kimi axıb keçir. Gözümüzü açıb yumduq, su çərşənbəsi də gəlib çatdı. İlk çərşənbəmiz xeyirlərə vəsilə olsun. Bu su çərşənbəsi sayılır. Mən istəyirdim ki, bugün bizim kanalın üzvləri Adil müəllim bu barədə öz təəssüratlarını söyləsin. Mən də öz növbəmdə Nurlu Səhər TV-nin izləyicilərini və milləti salamlayıram. Bugün də çox aktual bir mövzunun davamıyla söz açacağıq. Bugünlərdə biz yaxın günlər ərzində Novruz bayramının gəlişinə əlaqədar kiçik anons vermişdik. Bugün su kimi saf, yolunuz aydın olsun. Su çərşənbəniz mübarək, Novruzunuz bərəkətli olsun. çox müqəddəs günlərdən biridir. Əlbəttə, su çərşənbəsi günüdür. Mən ilk başlanğıçda bu çərşənbə sözünün mənasını açmaq istəyirdim. Çərşənbə fars sözü olub çəhar, 4, şənbə gün deyən söz, yəni 4-cü gün deməkdir. İlk baxışda yaxın ətrafa sual versən ki, bu 4-cü gün hardan götürülmüşdür? İlk baxışda biz 2-ci günə deyirik yaxın bunu. Bilirsən, inanca görə yaxın İrandan da müəyyən şeylər götürülməkdədir. Deməli, həftəni bəylər, birinci günü məhz bazar günündən götürülür. İkinci gün birinci gündür. Üçüncü gün ikinci gündür. Və üçüncü dediyimiz günün axşamı ki 4-ə gedir, buna biz çərşənbə deyirik. O da sürüşmələrlə ikinci günə gəlir təsadüf edir. Bir sözlə, Novruza gedən yol, Novruza hazırlıq məqamı ilk su çərşənbəsindən başlayır. Su çərşənbəsi ilə bu bayram gününün başlaması Allah Taala'nın qismətidir. Su aydınlıqdır, gözəllikdir, saflıqdır. Bu mənada bu Novruzun gəlişi də elə belə gözəl günlərlə təsadüf edər. Qısalıq üçün mən onu deyim ki, xalq inancına görə su çərşənbəsi zamanı səhər o axşamdan durarlar, axar suda əl üzünü yuyub niyyət eləyərlər. İmkan daxilində suyun üstündən 2 dəfə o yana, 2 dəfə o yana keçib, ağırlığım, uğurluğum, dərdimi, bəlamı su aparsın və yenilik gətirsin, can sağlığı kimi diləklərdə bulunurlar. Bu su özü, Yaponlar deyir ki, su bir canlıdır, su bir yaddaşdır, ona nə desən, ona da öz şeyində Allah dərgahına çatdıra bilir. Bu mənada su ilə başlayan çərşənbələrimiz, ilk çərşənbəmiz olan su çərşənbəmiz mübarək olsun. Amin. Ayaqları sayalı, qədəmləri xeyirli olsun. Allah Taala Novruzumuzu xeyirli gətirsin. Əziz və hörmətli Nurlu TV-nin izləyiciləri, hər birinizi salamlayıram. Yəni, bugünkü gün su çərşənbəsinə aid olduğu üçün bir neçə kəlmədə mən su çərşənbəsi haqqında söhbət etmək istəyirəm. Su pahli təmizlik rəmzidir. Su müqəddəsdir. Hər şey sudan yaranır. Yəni, bütün şeylərin başında istər bitkilər, istər ağaçlar, hamısı neylə, suyla əmələ gəlir. Ona görə də mən, hörmətli izləyicilər, bu su çərşənbəsinin gözəlliyi, pahliyi, təmizliyi, hər birinizə bu su çərşənbəsində can sağlığı arzulayıram. Gözəl günlər arzulayıram, bol bərəkət arzulayıram. Bu bayram şərli olsun, bu bayram sizin üçün evlərinizdə, obalarınızda həmişə toy bayramı olsun. Həmişə gülər üzlə belə neçə bayramları qeyd edəsiniz. Əzizlərim, çox gözəl bir gündür, çox dəyərli bir gündür.
Novruz bayramıdır. Novruz bayramı bizim xalqın ən ündə bayramlarından biridir. Yəni bu bayramı biz hamılıqla qeyd edəcəyik. İnşallah Allah qoysa bir daha sizə can sağlığı, ruzu və bərəkət arzulayıram. Çox sağ olun, diqqətinizə görə. Novruz gəlib, yaz gəlib, bir əlinə saz gəlib. Vacib Bey, ümumiyyətlə, lap Sovetlər dönemində də Azərbaycan üçün ən gözəl keçən bayram Novruz bayramı idi. Evet. Yaz bayramı, bahar bayramı Evet. idi. Buna görə də Novruz bayramını balaca uşaqlardan tutmuş, orada müqayisə üçün deyək ki, hansısa bir dini bayramda ola bilər, kimlərsə laqeyd yanaşır, ya o dərəcədə, amma Novruz elə bir bayramdır ki, orada körpə uşaqdan tutmuş, Doğru. bütün insanlar yüksək əhval-ruhiyyədə bu bayramı gözləyir və qeyd edirlər. Sevmiş. Onun üstündən tullanmaqdır, müxtəlif şeyləri əməl edirlər və elə bil ki, yaz ayına, bahar ayına təsadüf edir deyən bu bayramda elə bil ki, insan həyatının coşu gəldiyi, hətta təbiətin canlandığı, bitkilərin, bütün cansız aləmin də deyək ki, oyandığı bir vaxta təsadüf edir. Mən istəyərdim ki, bizim bu dəhnə necə ki, bu tarixdə öz rolunu oynayıb, öz sözünü deyib, bahar təravəti bizim kəndimizin bütün insanların üzərindən əksik olmasın. O cümlədən bütün müsəlman aləmində bu bayram yüksək səviyyədə qeyd olunsun və həyatımıza yeni uğurlar gətirsin. Həyatımızda necə ki, əvvəl dediyim kimi, ən təravətli, ən gözəl, dövr sayılır, insanların həyatı da, bütün müsəlman dünyasında həyatı da nura qərq olsun. Çox danışmaq olar əlbəttə, biz növbəti verilişlərimizdə bu bayramın özəlliklərindən də söhbətimiz olacaq. O cümlədən biz bu bayram əhval-ruhiyyəsində əvvəl də qeyd elədiyim kimi bir növ əsas məqsədimiz problemləri, müxtəlif şeyləri işıqlandırmaq olsa da biz bu bayram əhval-ruhiyyəsində istər məmurların, istər əlaqədar insanların keyfinə doğru dildən desək soğan doğramaq istəmirik. Təki bu bayramda hər kəs ruha gəlsin, əsl vətənpərvər rolunu ifa eləsin bu cəmiyyətdə. Cəmiyyətdə həmrəylik, vəhdət olsun və bu bayramları birlikdə qeyd edək. Amin. Gözəldir. Qar əriyir, çaylar daşır, şəlalələrin şırıltısı eşidilir. Buyurun. Yəni bu Novruzun atributları olan keçən, kosa, Ay. uşaqların ən ündə sevimlisidir. Hətta biz illərdir ki, biz müşahidə edirik, Adil müəllim ki, uşaqlar Novruz qabağı, məsələn, qod-qodu gəzməsi, qapıların döyməsi, papağın atılması. Bax, bunlar ən gözəl uşaqların sevimli nə idi? Novruza olan məhəbbətidir, Novruza olan sevgisidir. Mən də evdə mənim sözünə, qüvvəsinə bu bayramı elə bir şəkildə qeyd edəyik ki, biz özümüz bu kəndimizdə. Yəni burada iştirak edeyim, nə bilim mən, Novruzun bu qədər gözəl sahələri var ki, bu haqqında söhbətlər, bu haqqında inşallah ki, yaxşı olar, çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Bir daha qeyd edirəm ki, biz Novruz şənliklərini ötən ilki, o birisi illərdə də yüksək səviyyədə qeyd edilmişik, ictimaiyyətə çatdırmışıq və indidən sonra da Azərbaycanda olan belə mötəbər bayramları da hər kəsin diqqətinə çatdıracağıq və bu bayram günlərində belə deyək ki, heç kimin xətrinə deymədən tənqidi fikirlərdən uzaqlaşdırıb bir daha xalqımızı birliyə, həmrəyliyə səsləyəcəyik. Arzu edirəm ki, bu Novruz bayramı bütün millətə, bütün xalqa xoş qədəmləri ilə gəlsin. Eyni zamanda imkansız ailələr, maddi cəhətdən zəif ailələr də bu Novruz ayında Novruz süfrəsini açmağa imkanı olsun. Bolluq bərəkət gətirsin. Bəli. Oruq bərəkət rəmzinə çevrilsin, xalqımız sevinsin.